Salam, hörmətli İksali izləyiciləri. Günün aktual məsələlərini müzakirə edirik. Studiyamızın qonağı politoloq Aytan Qurbanovadır. Aytan xanım, xoş gəlmisiniz. Xoş gördük. Aytan xanım, məlum oldu ki, Avropa İttifaqının nümayəndəsi xanım Ursula von der Leyen Bakıda səfərdə oldu. Bu səfər kontekstində Azərbaycan-Avropa İttifaqı münasibətləri necə dəyərləndirirsiniz? Əslində Azərbaycan-Avropa İttifaqı münasibətlərinin son bir neçə ilə nəzərə yetirsək, kifayət qədər yüksələn xəttlə inkişaf etdiyini aydın şəkildə müşahidə edə bilərik. Xüsusilə də xanım von der Leyenin 2022-ci ildə Bakı səfəri və enerji sahəsində strateji tərəfdaşlıqla bağlı sazişin imzalanması və ötən illər ərzində götürülən öhdəliklərin qarşılıqlı şəkildə yerinə yetirilməsi onu deməyə əsas verir ki, enerji təhlükəsizliyi sahəsində Avropa məkanı üçün Azərbaycan kifayət qədər önəmli aktorlardan biridir və Azərbaycan etibarlı aktor olması münasibətlərin bir növ sonraki mərhələyə daşınması ilə bağlı Avropa İttifaqında yeni bir redaktələrin edilməsinə sövq edən əsas istiqamətlərdən biridir ki, dünənki səfərdə və verilən bəyanatda da aydın şəkildə göründü ki, Avropa üçün Azərbaycanla münasibətlərin inkişaf etdirilməsi və yeni bir yol xəritəsinin müəyyənləşdirilməsi kifayət qədər önəmlidir. Qarşılıqlı olaraq əlaqələrin inkişafı əslində Azərbaycan və Avropa İttifaqı münasibətlərinin həm gələcəyi üçün, həm də regional təhlükəsizlik baxımından və mövcud olan yeni şəraitin formalaşdırılması istiqamətində Azərbaycanın atdığı addımlar, sülh gündəliyi, Ermənistanla normallaşma prosesi və bir çox istiqamətdə gələcəyə yönəlik müsbət nəticələr özündə ehtiva edir. Çünki bugün xanım von der Leyenin eyni zamanda Ermənistan səfəri baş tutur və Azərbaycana və Ermənistana eyni anda səfərin həyata keçirilməsi onu deməyə əsas verir ki, Avropa İttifaqı regionda baş verən yeni dəyişiklikləri, Azərbaycanın formalaşdırdığı yeni təhlükəsizlik arxitekturasını və ondan irəli gələn nəticələri qəbul edir və dəstəkləyir. Onsuz bu istiqamətdə hər hansısa bir formada neqativ addımın atılması mümkün deyil. Avropa İttifaqının Cənubi Qafqaz siyasəti birmənalı olaraq Azərbaycanın hədəflərindən və məqsədlərindən asılıdır. Bundan sonraki mərhələdə regional proseslərlə bağlı maraqlı olan institusional qurumlar və ya aktorlar Azərbaycanla münasibətlərin gələcəyə yönəlik inkişafını xüsusilə diqqətə almalıdırlar və əlaqələrin geostrateji mərhələyə keçməsi ilə bağlı verilən ilkin mesajlar da buna bariz nümunədir. Düşünürəm ki, sülh gündəliyinə açıq şəkildə dəstəyin verilməsi həmçinin Azərbaycanla Avropa İttifaqı arasında etimad quruculuğu prosesinə də müsbət təsir edici faktorlar ola bilər. Çünki Avropa İttifaqı çərçivəsində müəyyən institusional qurumların Azərbaycana qarşı fərqli vaxtlarda sərgilədiyi qərəzli mövqe, qeyri-konstruktiv yanaşmalar, yeni ikili standartların və selektiv yanaşmaların tətbiq olunması münasibətlərdə etimadı zədələyən əsas istiqamətləridir və daha geniş kontekstdə əlaqələrin inkişaf etdirilməsi və sülh gündəliyinə dəstək verilməsi Azərbaycan tərəfindən gözlənilən ən əsas müsbət nəticələr və addımlar ola bilər. Biz bəyanatlarda da hiss elədik ki, sanki Avropa İttifaqı özü də can atır. Əməkdaşlığı genişləndirməyə daha maraqlıdır, daha həvəslidir. Mütləq şəkildə əslində biz cənab prezidentlə xanım Ursula von der Leyenin mətbuat bəyanatında kifayət qədər önəmli mesajların verildiyi gördük. Həm regional proseslərə dəstək verilməsi ilə bağlı, həm Azərbaycanla enerji sahəsində əldə olunmuş müsbət tendensiyanın digər istiqamətlərə, strateji istiqamətlərə də sirayət etməsi ilə bağlı olan yanaşmalar, eyni zamanda Avropa İttifaqı Azərbaycana müəyyən maliyyə yardımlarının ayrılması, mina təmizləmə ilə bağlı dəstəyin verilməsi, eyni zamanda sülh gündəliyinin müsbət tendensiyada irəliləməsi, bu dinamikanın qorunub saxlanılması ilə bağlı Avropa İttifaqının pozitiv yanaşmaları və bununla bağlı olan fikirləri və həmçinin Azərbaycanla Ermənistan arasında nəqliyyat kommunikasiya xəttlərinin açılması ilə bağlı olan əldə olunmuş razılıqlara Avropa İttifaqının verdiyi dəstək. Təbii ki, şərh olunanda ən çox vurğulanan məqam Trip ya da Zəngəzur ifadələrinin işlədilməməsi, məhz Naxçıvana gedən yol olaraq ifadə olunmasıdır ki, bu da erməni rəsmilərinin ritorikasına oxşar bir bəyanat idi. Amma hər bir halda Ermənistan-Azərbaycan arasında kommunikasiya xəttlərinin açılması deməli Avropa İttifaqının gündəliyində də kifayət qədər önəmli prioritet. ABŞ amili ilə bağlıdırmı? Təbii ki, Amerika Birləşmiş Ştatlarının regiondakı maraqları da kifayət qədər ön plana çıxarılır. Cənab prezident öz çıxışında aydın şəkildə ifadə etdi ki, Trumpın vasitəçiliyi və onun təşəbbüsü ilə böyük bir nailiyyət əldə olunub və bu istiqamətdə əldə olunmuş nailiyyətlərin gələcəyə yönəlik kommunikasiya xəttlərinin açılmasına müsbət təsirləri istisna olunmazdır və bu istiqamətdə Avropa İttifaqının sadəcə ifadə baxımından yenə manipulativ mövqe nümayiş etdirməsi heç bir halda onsuz bu institusional qurumun regionda nəqliyyat kommunikasiya xəttlərinin açılmasına maraqlı olması faktını ABŞ-ı da batmaq istəmədilər. Bəli, sıradan çıxartmır. Yəni hər biri onsuz beynəlxalq münasibətlər sistemində güc mərkəzidir. Avropa İttifaqı və Amerika Birləşmiş Ştatları nə qədər də tərəfdaş və eyni qütbdə təmsil olunsa da, son baş verən hadisələr nümunəsində aydın şəkildə gördük ki, onlar arasında dilemma və ziddiyyətli maraqlar da kifayət qədər ön plandadır və Cənubi Qafqaz siyasətində də biz fərqli yanaşmaları görə bilirik.
Amerika Birləşmiş Ştatları xüsusilə Tramp administrasiyası dövründə daha konstruktiv yanaşmalar nümayiş etdirməyə başlayıb Cənubi Qafqazla bağlı. Xüsusilə Azərbaycan mərkəzli Cənubi Qafqaz siyasəti formalaşdırılıb, sülh gündəliyinə kifayət qədər önəmli dəstək verilib. Amma biz bunu Avropa İttifaqı ilə bağlı bir mənalı deyə bilmirik. Çünki Avropa İttifaqı yekdil və tam bir qurum deyil. Bu institusional qurumun daxilində olan güc mərkəzlərinin fərqli hədəfləri və xarici siyasət prioritetləri var. Fransa nümunəsində bunu aydın şəkildə görürük. Baxmayaraq ki, Fransa Avropa İttifaqının əsas güc mərkəzlərindən, siyasi güc mərkəzlərindən biridir. Eyni qaydada biz Fransanın Avropa İttifaqı nə qədər də Azərbaycana ehtiyac duysa da, qərəzli yanaşmalarını müşahidə edə bilirik. Azərbaycana qarşı, sülh gündəliyinə qarşı, Ermənistanla normallaşma prosesi ilə bağlı Makronun ya da ki, digər rəsmilərin bəyanatlarında yenə eyni ritorika aydın şəkildə müşahidə olunan bir. Və ya Belçika. Avropa İttifaqının siyasi mərkəzi Brüsseldədir. Və Belçikadan da biz fərqli dövrlərdə belə bir bəyanatları, oxşar bəyanatları gördük. Xarici İşlər Nazirləri səviyyəsində müvafiq və operativ şəkildə buna cavab reaksiyası verildi. Amma bütövlükdə biz qurumu dəyərləndirəndə qurum onsuz Azərbaycana nə qədər ehtiyac duyduğunu kifayət qədər aydın şəkildə başa düşür. Xüsusilə də 2022-ci il 24 fevral tarixində başlayan və hələ də davam edən Rusiya-Ukrayna müharibəsi fonunda enerji təhlükəsizliyi sahəsində Azərbaycan kimi etimad əsaslı münasibətlər formalaşdıran dövlətlə əlaqələrin inkişaf etdirilməsi və heç bir halda qırılma nöqtəsinə gəlməməsi Avropa İttifaqının bir nömrəli maraqlarından biridir. Çünki enerji təhlükəsizliyi sadəcə resurslara çıxış deyil. Bu resursların doğru şəkildə çatdırılmasıdır. Siyasi maraqların təzyiq alətinə çevrilməməsidir. Azərbaycana qarşı nə qədər qərəz nümayiş etdirilsə də, Azərbaycan adekvat şəkildə hər zaman beynəlxalq hüquqa və ədalətə əsaslanan mövqe nümayiş etdirib. Hər zaman götürdüyü öhdəliklərə məsuliyyətli yanaşma nümayiş etdirib ki, əslində bugünkü statistik göstəricilər, rəqəmlər də bunu aydın şəkildə göstərir. Bugün biz 16 Avropa ölkəsi ilə aktiv müqaviləyə sahibik. 11 ölkə artıq qazın çatdırılması həyata keçirilir fəal şəkildə və bunun sıralarının yaxın illərdə artırılacağı, boru kəmərlərinin təhlükəsizliyi ilə bağlı Azərbaycanın çətirinin, zəmanətinin olması faktı, bunların hər bir Avropa üçün kifayət qədər önəmli məqamlardır. Avropa məkanında Azərbaycan bir nömrəli ticarət partnyoru İtaliya yerləşir, Macarıstan kimi kifayət qədər önəmli strateji tərəfdaşlarımızdan biri var. Amma eyni qaydada Niderland kimi, Belçika kimi, Fransa kimi dəyişkən siyasətə və maraqlara sahib olan, imperiya təfəkküründən çıxış etməyə çalışan dövlətlər də var. Məhz bu bütövlükdə Avropa İttifaqı və Azərbaycan münasibətlərinə zərbə vuran məqamlardır və mən düşünürəm ki, Azərbaycanın əsas gözləntiləri bu istiqamətdədir ki, bizim münasibətlərimiz artıq etimad quruculuğu əsasında inkişaf etdirilməlidir. Yəni, hər hansısa bir dövrdə Avropa İttifaqının ehtiyaclarından ya da ki, bu istiqamətdə olan yanaşmalarının asılı olmadan möhkəm siyasi əlaqələr də olmalıdır. Bunun üçün də bir mənalı olaraq Avropa İttifaqı artıq sülh gündəliyi ilə bağlı bəyanatlarda ifadə etdiyi dəstəyi real addımlarla da müşahidə etməlidir. Artıq dönüş müşahidə olunmağa başlayıb. Eyni zamanda o 200 milyon dollarlıq qrant elan olunmağı, əlavə 20 milyon mina təmizlənmə ilə bağlayılmalıdır. Bir də yeni tərəfdaşlıq bağlantısı proqramına başlamağı təklif edir. Yəni təkliflər onlardan gəlir. Hiss olunur ki, onlar Azərbaycanın gücünü, müstəqil siyasətini, etibar olunan dövlət statusunu qəbul etməyə başlayırlar. Əslində bunlar kifayət qədər müsbət tendensiyadır, amma bu müsbət tendensiyanın davamında biz real addımlar da müşahidə etməliyik. Yəni müəyyən qrant layihələr ayrılır, bəli çox gözəl, yəni ayrı-seçkilik edilmədən regional dövlətlər üçün bu istiqamətdə yanaşma nümayiş etdirilməli, bu bir mənalıdır. Amma bu qrant layihələrlə paralel olaraq Avropa İttifaqı artıq real addımlarla Azərbaycanın mövqeyini dəstəklədiyini, regional sülh prosesinə dəstək verdiyini göstərməlidir. Bunlar hansılardır? Mina təmizləmə ilə bağlı Azərbaycana maliyyə yardımının ayrılması nə gözəl, yəni texniki dəstəyin verilməsi kifayət qədər önəmli faktordur. Bəs mina xəritələrinin verilməsi ilə bağlı niyə Ermənistanla hər hansı bir danışıqlar prosesi həyata keçirilir? Real mina xəritələri verildikdən sonra bu vəsaitlərə belə ehtiyac olmayacaq. Hətta insanların həyatı üçün heç bir təhlükə olmadan, baxmayaraq ki, mütəxəssislər işləyir həmin sahələrdə, nə qədər anama əməkdaşları öz həyatını itirib ya da kifayət qədər ağır öz sağlamlıqları ilə bağlı zədə alıblar. Yəni bu prosesin sürətləndirilməsinin əsas yollarından biri Avropa İttifaqının mövcud olan bütün resursları vasitəsilə Ermənistanla əlaqələrindən istifadə edib Ermənistanın mina xəritələrinin verilməsi, ən azından böyük ölçüdə reallığı əks etdirən mina xəritələrinin verilməsinə nail olmasıdır. Biz 2 dəfə mina xəritələrinin verilməsi prosesini müşahidə etdik. Biri Amerika Birləşmiş Ştatlarının, biri Gürcüstanın vasitəçiliyi ilə. 70-80% mina xəritələri reallığı əks etdirmir. Amma Avropa İttifaqı buna nail ola bilər. İkinci əsas nüanslardan biri. Biz aydın şəkildə müşahidə edirik ki, sülh müqaviləsinin paraflanmış 17 bəndi üzrə razılığın əldə olunmasına Avropa İttifaqı dəstəyini ifadə edir. 17 bəndinin son 2 bəndindən biri nə idi? Azərbaycanla Ermənistan şərti sərhədində 3-cü, 4-cü dövlətlərin ya da ki, maraqların mövcudluğuna son qoyulması. Yəni, Avropa İttifaqının binokl diplomatiyasına son qoyulması. Hələ də 2027-ci ilin fevral ayına qədər Avropa İttifaqının dırnaqarası missiyası, mülkün missiyası, orada öz fəaliyyətini davam etdirmək üçün mandat alıb.
Niyə Avropa İttifaqı bunu ləğv etmir? Əgər həqiqətən sülh gündəliyinə bu qədər dəstək verirsə, ata biləcəyi ilk addım məhz həmin missiyanın mandatına son qoyulması və öz xoş niyyət addımını nümayiş etdirilməsi. Yəni bunlar sadəcə sıralaya biləcəyimiz proseslərin bir neçəsidir. Yəni bu istiqamətdə real addımlar olduqda biz bəli, xoş niyyət olduğunu, səmimi yanaşmaların müşahidə edildiyini və həqiqətən də münasibətlərin yeni mərhələyə daşınmaq istənilməsi ilə bağlı Avropanın yanaşmalarında redaktənin olduğunu deyə bilərik. Amma bəyanatlar onsuz biz fərqli dövrlərdə o bəyanatları eşidirik. Sülh gündəliyinə verilən bəyanatlarla bağlı ya da digər istiqamətlərlə bağlı Avropa İttifaqı Azərbaycandan enerji tərəfdaşlığı ilə bağlı, eyni zamanda yollar, yeni layihələrlə bağlı kifayət qədər çox asılı olduğunu, asıllıq deyəndə yəni Azərbaycan olmadan Avropa İttifaqının mövcudluğunu davam etdirməyəcək mənasında deyil. Bu alternativ yol Avropa üçün kifayət qədər önəmli bir imkandır. Cənub dəhlizi, şimal dəhlizi, müharibələrin bu qədər aktiv olduğu bir mərhələdə Azərbaycanın yaratdığı bir sabitlik adası var. Və bu sabitlik adası Çindən başlayaraq Avropaya daha ucuz və daha sürətli şəkildə məhsulların daşınmasını təmin edir. Və bu məhsullar sadəcə ucuz və sürətli deyil, eyni zamanda təhlükəsiz çatdırılır. Yəni çıxdığı ünvandan çatacağı ünvana çatacağı vaxt bəllidir və bunu heç kim dəyişə bilməz. Bu kifayət qədər önəmli bir məqamdır və mən düşünürəm ki, beynəlxalq münasibətlər sistemində artıq münasibətlər məhz bu əsasda qurulur. Yeni yanaşmalar məhz təhlükəsizlik amilinin prioritet olduğu bir şəraitdə formalaşır ki, Azərbaycan da bu reallığı yarada bilən dövlətlərdən, nadir dövlətlərdən biridir. Onlar da yaxşı başa düşürlər ki, tək Azərbaycan kontekstində dəyərləndirmək lazımdır. Burada Mərkəzi Asiya faktorları var. O birlikdə dəyərləndirilməlidir. Bütövlükdə o ehtiyacı hiss eləyirlər. Əslində Azərbaycan Türk dünyasına açılan qapıdır. Avropa İttifaqının Türk dünyasına olan yanaşması iki istiqamətdə dəyərləndirilə bilər. Bir qorxu əsasında olan yanaşmadır ki, biz uzun müddətli Türkiyənin Avropa İttifaqına üzvlük prosesinin dondurulması, blok edilməsi, qərəzli yanaşmanın nümayiş etdirilməsi fonunda bunu aydın şəkildə müşahidə edirik. Niyə? Türk kimliyi Avropa məkanına daxil olduğu halda Avropada etnik olaraq türklərin daha çoxluq təşkil etməsi onlar üçün qorxuducu səslənən yanaşmalardan biridir. Bir Osmanlı keçmişindən irəli gələn bir qorxu var. Yeni Osmanlıçılıq ideyasından ittiham edirlər Türkiyəni. Digər bir faktor Türk kimliyinin güclənməsi və qlobal sistemdə Avropa məkanında daha güclü şəkildə təmsil olunması. Çünki daha işlək, eyni zamanda adaptasiya olan, inteqrasiya olunan cəmiyyətə, dil öyrənmə qabiliyyəti, özünü inkişaf etdirmə qabiliyyəti, intellektual kimliyi baxımından Azərbaycanlılar, türklər, ümumiyyətlə Türk dünyası onlar üçün qorxu yaradan faktorlardan biridir. Cəsur, döyüşkən olması. Çünki bugün Avropa eyni zamanda təhlükəsizlik baxımından da Türkiyədən asılıdır. NATO çərçivəsində döyüş qüvvəsi baxımından dəyərləndirsək Türk ordusunu, bugün Avropanın təhlükəsizliyi Rusiyanın atacağı hər hansısa bir radikal addımda birbaşa Türkiyədən asılıdır. Amma eyni zamanda Türkiyəni istəmir Avropa məkanında. Çünki ona görə ki, Türkiyədən qorxur, çəkinir, Türk dünyasından qorxur və çəkinir və İslam amili də var burada. Çünki Avropa İttifaqının qeyri-rəsmi adının xristian klubu olduğunu hər kəs çox gözəl bilir. Çünki statistikaya nəzər yetirsək, Türkiyənin statistik göstəriciləri ilə müqayisə olunmayacaq dövlətlər əslində 2000-ci illərdən etibarən şərqə doğru genişlənmə proqramı çərçivəsində Avropa İttifaqına üzv olaraq qəbul olunub. Sadəcə Yunan Kiprinin adının çəkilməsi məncə düşünürəm ki, yetərli qədər önəmli bir faktordur. Digər bir istiqamətdə çalışır ki, Türk dünyası ilə əlaqələrini inkişaf etdirsin. Türkiyə təhlükəsizlik baxımından qeyd etdik, NATO üzvü olaraq Türkiyənin ordusu əslində bugün Avropanın təhlükəsizliyinin zəmanəti ola bilər. Həmçinin Türkiyə Orta Şərqdə kifayət qədər önəmli aktorlardan biridir. Azərbaycan da eyni qaydada. Biz bugün paralel olaraq Türkiyə və Azərbaycanın Suriyada yenidən quruculuq prosesində iştirak etdiyini görürük. Orta Şərqin təhlükəsizlik arxitekturasının formalaşdırılmasında iştirakını görürük. Azərbaycanın yerləşdiyi coğrafiyada həm nəqliyyat, kommunikasiya xətlərinin açılması, eyni zamanda Azərbaycanın bütün qütbləri və tərəfləri birləşdirici qüvvə olması. Yəni orta dəhlizə baxaq, orta dəhliz sadəcə bir qütbün dəstəklədiyi bir layihə deyil ki, Azərbaycan necə balanslı siyasət yeridirsə, orta dəhliz layihəsi də o qədər balanslı şəkildə bütün qütbləri təmsil edir. Çinin maraqları var, Amerikanın maraqları var, Avropa İttifaqının maraqları var. Hətta Hindistanın belə maraqları var və digər dövlətlərin maraqları var. Hər kəs öz maraqlarına uyğun şəkildə çalışır ki, bu layihənin icra olunmasına nail olsun. Amma burada ən əsas birləşdirici məqam odur ki, birinci Azərbaycanın milli maraqları və təhlükəsizliyi təmin olunmalıdır. Bu istiqamətdə bizim hədəflərimizə hörmətlə yanaşılıb danışıqlara gedilməlidir və ondan sonraki mərhələdə proseslər əməkdaşlıq çərçivəsində inkişaf ediləcək ki, Azərbaycanın hədəfi də budur. Biz sadəcə özümüzün yararlanacağımız və ya mənfəət götürəcəyimiz layihələrin təşəbbüsü ilə çıxış etmirik. Hər zaman ortaya qoyduğumuz layihələrdən qlobal sistem bəhrələnib və bundan sonraki mərhələdə də orta dəhlizdə daxil olmaqla bütün layihələr və birləşdirici amillər qlobal sistemdə sülh və sabitliyin təmin olunmasını hədəfləyən əsas istiqamətlər. Düşünürəm ki, xanım Ursula von der Leyenin birinci Bakıya, daha sonra İrəvana səfər etməsinin əsas səbəblərindən də biri odur ki, məhz Azərbaycanla razılaşdırılmadan hər hansısa bir formada yeni Cənubi Qafqaz siyasətinin formalaşdırılmasının mümkün olmayacağını artıq Avropa İttifaqı çox gözəl anlayıb. Adnan xanım, son olaraq bir məsələdə istəyirəm münasibəti bildirəsiniz. Biz səfər müddətində keçirilən görüşlərdə
von der Leyen'in cənab prezident haqqında söylədiyi fikirlərdir. Liderlik. Bəli, liderlik, yəni lider faktoru. Yəni, əslində bu uzun müddətdir düşünürəm ki, diplomatik platformalarda müzakirə olunan əsas istiqamətlərdən biridir. Cənab prezidentin 44 günlük Vətən müharibəsində sadəcə hərbi cəbhəyə deyil, həm informasiya cəbhəsinə, həm də bütün istiqamətlər üzrə Azərbaycanın cəbhəsinə, Azərbaycana rəhbərlik etməsi və aydın, konkret mövqe nümayiş etdirməsi, siyasi iradəsi bu gün bizim yaşadığımız o sabitlik, sülhün əsasını formalaşdıran istiqamətlərdir. Yəni bu gün beynəlxalq münasibətlər sistemi lider faktorundan kifayət qədər çox əziyyət çəkir. Qlobal sistemin ən önəmli aktorlarının, tarixi dövrdən ən yüksələn güc olan dövlətlərin nə qədər süquta uğradığını görürük. Bugün Napoleonun Fransası Macronun timsalında nə qədər zəif bir aktora çevrilib. Baxmayaraq ki, Fransa BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biridir. NATO üzvü dövlətdir. Eyni zamanda nüvə dövlətidir. Amma bugün Fransa heç bir formada təsir mexanizminə sahib deyil. Çünki lideri yoxdur. Birləşdirici amil kifayət qədər önəmlidir və düşünürəm ki, Ali Baş Komandanın Azərbaycan Dövlət-Xalq Birliyini formalaşdırması və regional proseslərdə ən aparıcı aktor olması bizim bugün yaşadığımız o sabitliyin, fəxrlə dediyimiz sabitlik adasının ən əsas memarı olduğunu aydın şəkildə ifadə edir və bu sadəcə bizim tərəfimizdən görünən bir faktor deyil. Qlobal sistemin ən önəmli aktorlarının, liderlərinin cənab prezidentlə görüş üçün sıraya düzülməsi, keçirilən platformalarda çoxsaylı iki tərəfli və çox tərəfli görüşlər çərçivəsində oxşar fikirlərin və ifadələrin istifadə olunması onun nə qədər önəmli təsir gücünə sahib olduğunu, müdrik və diplomatik addımlarını aydın şəkildə göstərən faktordur. Həmçinin biz bugün Azərbaycanın yüksələn güc olmasından danışırıqsa, bugün Azərbaycanın orta güc olmasından danışırıqsa, bugün Azərbaycanın suverenliyindən, müstəqilliyindən, ərazi bütövlüyündən danışırıqsa, birmənalı şəkildə bunların hər biri cənab prezidentin adı ilə bağlıdır və bugün Azərbaycan deyəndə qlobal sistemdə cənab prezidentin ortaya qoyduğu qətiyyət və diplomatiyada ən önəmli yön verən bir istiqamətin formalaşdırılmasına təkan verən yanaşmadır ki, sözümüz, imzamız qədər dəyərlidir. Və bugün Azərbaycanla müqavilə imzalayan, Azərbaycana səfər edən, Azərbaycanla razılıq əldə etmək istəyən dövlətlərin hər birinin düşünürəm ki, düşüncəsində və gələcəyə baxışında sadəcə bu ifadə var və çox gözəl bilirlər ki, cənab prezident hər hansısa bir fikir bildirirsə və ya mövqe nümayiş etdirirsə, bu dəyişməzdir və mütləq şəkildə reallaşacaq. Maraqlı söhbət üçün təşəkkür edirəm. Mən təşəkkür edirəm. O məşhur ifadədə deyildiyi kimi, müharibəni qazanan lider indi də sülhü qazanır. Sağ olun, İsrail izləməyə davam edin.